Fondun taxılını günü bugün verməliyik. Dən gitmək olmaz. Ancaq bu da var ki, cəmaata körlük vermək də olmaz. Bəlkə azdan çoxdan bölək əmək gününə. Nə deyirsiniz? Budur, Rıza deyir ki, Nimesin əskəri şkalat tıxışdırır. Nə fikir istəyirsən bizdən? Göndər getsin hamısını. Dözmüşü gene dözərik. Gönderin getsin, biz də dözərik. Sen burada kurbandı gelenlerinize. Sen dayan Səkinə. Sen gözləyərsən. Sənə nə var? Evində hamısı yeki. Özünüz bilirsiniz, üçü birdən gedib bizim evdən fronta. Qalanlar gözlərini tikiblər mənə. Mən onlara necə deyim, gözləyim. Nə başa düşürlər? Yaxşı. Təklifin nədir? Bilmirəm. Mənə elə gəlir ki, Cəbrail, uşaqlı ailələrə paylamaq lazımdır. Azdan çoxdan. Dayan yere yay Rıza. Hamı yemək istəyir. Mənim qandığım belədirədir. Dava geç qutaracaq. Bu cəmaat yorğan döşəyə düşsə, fronta taxılı kim göndərəcək? Korkma, biz ölmərik Zahid kişi. Kimsə mənim uşaqlarıma deyib ki, ataları Leningraddadır. Oradakı vəziyyəti hamı bilir. Mühasirədə, cəmaatın gözü yolda qalıb. Bizsə burada çörək davası edirik. Göndərin hamısını, biz dözərik. Biraz sakit olun, sakit. Qılınç qurbanın fikri nədir? Qılınç qurban həməsi cəmaat deyəni deyir. Fondun taxılı dənəsinəcən göndərilməlidir, vəssalam. Yaxşı. Gəlin belə eləyək. 10 kilo adam başına. Sonra əmək gününün vedmistına salarıq. Belə. Yaman səxavətli olubsan axır vaxtlar, dövlətin hesabına. Cəmaat öz-özünün qaydına qala bilər. Sən get, Muxtarın oğlunun qaydına qal. Qan qusur uşaq.